qanın laxtalanması, ürəkdə tromb, vitamin C, boğaz ağrı 8-10 ay səni qripdən qoruyur. Mədə ağrıları, qəbizlik, çöp və çöp nə varsa hamısını bu heyva ilə indi sizə göstərəcəyim kimi eləyirik, suyunu içirik, dilimlərində yeyirik. Yəqin ki, burada bu məlumatlar var, indi oraya yazacaqlar. Turpdan sonra ən faydalı, ən belə deyim, zəngin bir meyvədir. Belə yox. Bunun öz bir-iki dənə qarışımı var. Onları edirik, faydasını da görün, kommentdə yazarsınız. 3-4 dilim bundan çıxardırıq. Belə dilimləyəndən sonra qabığını soymaya da bilərsiniz. Çalışın soymayın. Çünki bunun qabığında da müxtəlif minerallar var. Yəni bizə faydalı minerallar. Bu mənim nənəmdən qalıb. 3-4 dilimi bura yerləşdirdik. 2 çimdik quru nanə, 2 çimdik. Bu 1. Bu da 2. Bal varsa bir xörək qaşığı da bal, yoxdursa da bir xörək qaşığı pesok əlavə edirik. Dostlar, suyunu da doldurduq. Qoyuruq burada isti yerdə saat yarım qalmalıdır. Saat yarımdan sonra suyunu içirik, heyvalarını da yeyirik.